Qaraçuxurda köhnə Elvin Şadlısaranın yanında bax. Tatlı məmulatlardır, veteranlar parkıdır. Qaraçuxurda qalanlar buranı yaxşı tanır. Bu 9 mərtəbədə görürsünüz. Bax, ümumi bu 9 mərtəbədə bir dənə 3 otaqlı mənzilimiz satışa çıxıb. İzləmədə qalın, inşallah göstərəcəm. Bax, 3 otaqdır, 9 mərtəbə. Mərtəbəsi də idealdır. Evin içini çəkəndə deyəcəm mərtəbəsi. İzləmədə qalın. Yeri barədə aşağıda inşallah sizə danışdım, ətraflı göstərdim. Tatlı un məmulatlarıdır. Elvin Şadlı sarayıdır, köhnə Elvin, indi Araz market ediblər. İndi evin özü barəsində məlumat verim sizə. 9 mərtəbənin 3-cü mərtəbəsidir. Orta blokdur, skvaznoy mənzildir. Bax. Yataq otağıdır. Arxa məhləsidir. Məhlə abadlaşdırılıb, yəni təmiri görürsünüz, bax, polu parketdir. Polunu göstərirəm ki, yəni laminat zət deyil, yəni parketdir, gözəl parket vurulub vaxtı ilə. Burada kosmetik təmirə evdə yəni ehtiyac var. Aboylar zətlər görürsünüz, bax, divar emosiyadır, elə qaşıyırsan, qaşa üstündə aboyu vurursan, kukla kimi ev olur. Yerdə bu da bax. Marşrut da düz binanın qabağından keçir. Zaldır. Otaqlar da genişdir, işıqlıdır. Bax, hələ işıq yanmır, amma necə işıqlı görünür. Hamam tualeti göstərəcəm, kuxmanı göstərəcəm, bax. Bax, sanuzı. Bu da kuxmasıdır. Əlavə balkonu da var. Bax, tatlı oradadır. Görürsünüz, bax, tatlı. Bu məmulatlarıdır. Bu da Araz marketdir. Market də düz binanın qabağında. Bütün yanı yaşa obyektlərinə, hər şeyə yaxın yerləşir. Qiymətdə çox münasibdir. Ha, yəni 2 otağın qiymətinə 3 otaqdır. Çox münasibdir qiymət. Əlaqə saxlayın, inşallah şərhlərdə qiymət barəsində danışacağım.